Hamiləliyin 40-cı həftəsi, artıq doğuşa tam yaxınlaşdıq və bu videoda süd artıran qidalar haqqında da danışacağım. Hamiləliyin 40-cı həftəsində dölün çəkisi 3 kilo 200, 3 kilo 500 arasındadır normalda. Amma təbii ki, individual özəlliklərdən asılı olaraq daha kiçik və yaxud da daha böyük ola bilər. Əslində 2500 ilə 4500 arası normal çəki sayılır 40 həftə üçün. Uzunluğu da yenə genetik özəlliklərindən asılı olaraq 50 santimdən 55-56 santim arasında dəyişə bilər. Doğuş artıq yaxınlaşıb, bədən doğuşa tam hazır olmalıdır. Baş aşağı enib, basqı hissi var, tez-tez sidiyə getmə şikayəti var. Uşaqlıq boynunda yumuşalma, artmış selikli ifrazat, hətta bir qədər hazırlıq açılışı da ola bilər, özəlliklə təkrarı doğuşlarda. Doğuş əlamətlərini artıq bilir pasiyent, həkimə ona söyləyib, düzənli ağrı varsa, qanlı axıntı varsa, sulu axıntı varsa mütləq klinikaya müraciət etmək lazımdır və bu həftələrdə dölün hərəkətlərinə də diqqət etmək lazımdır. Döl 1 saat içində təxmini 10-dan 20 dəfə arasında hərəkət edir normalda və biz onu hiss edirik. Təbii ki, arada da yuxu periodları olur, məsələn 2-3 saat tərpənməyə də bilər. Bu normaldır. Doğuş yaxınlaşdı və biz uşağımızı necə doğuşdan sonra qidalandıracağıq? Bu haqda bəzən endişələnirik, narahat oluruq. Uşaq doğulandan sonra, özəlliklə də təbii doğuş olubsa, uşaq təbii doğuş kanalından keçibsə, artıq beyində müəyyən hormonlar ifraz olunur, beyinə siqnal verilir ki, uşaq doğulub və həmən doğulduqdan sonra dəri təması və əmizdirmə prosesi, ilk əmizdirmə prosesi gerçəkləşir. Təbii ki, ilk süd az miqdarda gəlir, amma yenə də çox qiymətlidir. İçində çox miqdarda immun sistemini gücləndirən vitaminlər və antitellar var. Biz başlayırıq 2-3 saatdan bir uşağımızı əmizdirməyə, amma bəzən süd miqdarımız az olur və bu bizə əlavə bir stres səbəbi olur. Artırmaq üçün nə etməliyik? Birinci olaraq, yəni ana həm emosional, həm dinlənmə açısından özünü yaxşı hiss etməlidir. Yəni, stresdə olan ananın təbii ki, südü az olur. Yuxusuz olan ananın təbii ki, südü az olur. Ona görə bu periodda, özəlliklə ilk 40 gündə anaya həm fiziki, həm də emosional dəstək lazımdır. Bu bir mənalıdır. Qidada nəyə diqqət etməliyik? Südün 90% sudur. Ona görə 2-3 litrə su istifadə etmək mütləqdir. Südün içində proteinlər var, yağlar var. Bu proteini biz keyfiyyətli, proteinli qidalardan almalıyıq. Bunlar ətdir, balıq ətidir, toyuq ətidir, qırmızı ətdir, yumurtadır, süd məhsullarıdır. Bunlar mütləq rasionumuzda olmalıdır. Südün bir qismi yağdır. Yağları keyfiyyətli yağ qidalarından alaq. Kərə yağı, zeytin yağı, badam, kətən toxumu kimi qidalar rasionumuzda olsun mütləq. Dəyərli karbonhidratlar, yulaf kimi, qarabaşaq kimi, kəpəkli çörək kimi, bunlar da südün karbonhidrat hissəsini təşkil edəcək. Bir də bəzi çaylar və otlar bilirik ki, südü artırır. Bunların içində də raziyana, keşniş toxumu, kətən toxumu, yulaf qida olaraq südü artırır. Kimyon, qoz, badam, fındıq və sumaq. Nədən isə uzaq durmalıyıq. Qəhvə çox içməməliyik, çünki kofein südə keçib uşağımızı da aktivliyini artırıb, yuxusuz edə bilər. Qazlı içkilər içməməliyik. Stresdən uzaq durmalıyıq dediyimiz kimi. Zərərli vərdişlər varsa, təbii ki, alkoqol və siqaret istifadəsi süd əmzirmə periodunda qadağandır.